Salam müəllimlər, axşamınız xeyir. Səsimi eşidə bilirsiniz? Hər vaxt müəllim, bəli, eşidirik. Əla. Deməli, bugünkü mövzumuz Piaget nəzəriyyəsidir. Piaget nəzəriyyəsini təhlil edəcəyik. Eyni zamanda sual-cavab edəcəyik. Lazım gələndə mən də izahlar verəcəm sizlərə. Amma bundan əlavə istəyərdim ki, bir fikri də sizlərin diqqətinə gətirim. Hansı ki, məsələn, elə müəllimlər var ki, mənə bildirirlər ki, müəllimə biz bilmirik, biz görmürük, sizin bəzən belə ödənişsiz dərslər olduqlarını xəbərsiz oluruq. Bu baxımdan sizdən bir xahişim var ki, istər WhatsApp qrupu olsun, istər Telegram qrupu olsun ki, bunları daha çox bölüşək. Bölüşək ki, həmkarlarımız, yəni istər MİQə, istər sertifikasiyaya hazırlaşan müəllimələr də görsün. Yəni daha çox faydalı olmağa çalışaq. Yəni burada daha çox qazanırıq, nəinki daha çox itirmə prosesi baş verir və əlavə olaraq da qeyd eləmək istəyirəm ki, hansı ki, məsələn, İU qrupu üzrə də dərslər başlayır artıq, istər əyani olsun, istər onlayn olsun. Yəni bu qruplara da qoşulmaq istəyən müəllimlər olsa, hansı ki, dərs metodologiyamdan artıq tanırsınız, izah qabiliyyətimi bilirsiniz və bundan əlavə olaraq sadə izah, hər dərsdən sonra PDF-dir, materialdır, slayddır, hər biri atılır. Eyni zamanda video izahlar da atılır və dərs prosesində mənimlə birlikdə də eyni zamanda testlər işləyirik ki, bunları verdiklərimlə belə deyim, daha çətin və ağır situasiyaları isə birlikdə təhlil edərək işləyirik. Əlavə də nəsə sualınız olsa 070 721 36 47 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Ümumiyyətlə nə sualınız olsa, istər ödənişsiz qrupa qoşulmaqla bağlı olsun, istər Telegram olsun. Telegramda da hərdən testlər paylaşıram, onları da işləyə bilərsiniz. Yəni nə sualınız olsa yaza bilərsiniz. İndi isə keçək hansı ki, əl qaldıran müəllimlər var, onlardan başlayaq və yavaş-yavaş Piaget nəzəriyyəsini təhlil edək. Sona müəllimə. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir, müəllimə. Sona müəllimə, Piaget'in nəzəriyyəsi ümumiyyətlə necə adlanır və Piaget nəzəriyyəsi necə başa düşürsünüz? Yəni burada hansı tələblər var bu nəzəriyyədə? Deməli, müəllimə, Piaget nəzəriyyəsi kognitiv inkişaf nəzəriyyəsi də adlanır. İdraç, yəni deməkdir, kognitiv sözünün mənası. Yəni idraça əsaslanan inkişafdır. Piaget qeyd edir ki, nəzəriyyəsində uşağı hər hansı bir fəaliyyətə sürüklənmirik, öyrətmirik. Onun beyni o inkişafa gəlir, çatır və o özü, necə deyim, o fəaliyyətə tələb yaranır da öz-özlüyündə. Piaget uşağın inkişafını 4 mərhələyə ayırırdı. Birinci mərhələ hissi hərəki mərhələ idi, 0-2 yaş aralığı. İkinci mərhələ əməliyyat öncəsi və yaxud da ilkin əməli mərhələ idi, 2-7 yaş. Əsasən bizə məktəbə qədərə lazım olan dövr. Üçüncü mərhələ konkret mərhələ, həm də konversiya deyirdilər buna. 7-11 yaş aralığında. Dördüncü mərhələ formal mərhələ, 11-14 yaş aralığında. Doğrudur. Piaget nəzəriyyəsini, məsələn, daha çox Piaget nəzəriyyəsindəki fikirlərə üstünlük verən yanaşma hansıdır? Montessori yanaşması idi. Əla. Bundan başqa hansı nəzəriyyə idi ki, deyir ki, zehni inkişaf mərhələlərlə getməlidir? Hansı nəzəriyyə? Aha. Kimin nəzəriyyəsində idi ki? Piaget'in. Bəli, eləcə Piaget idi burada da. Bəli, doğrudur. Çaşdırırsınız məni. Yox, çaşmırsınız, yaxşısınız. Deməli, Piaget deyir ki, ilk növbədə insanda öyrənmə yoxsa zehni inkişaf getməlidir? Zehni inkişaf getməlidir və o zehni inkişafın tələbində öyrənmə baş verməlidir. Və uşağa müdaxilə olunmamalıdır, özü araşdırıb öyrənməlidir. Və oyunlarla əsasında öyrənir. Bəli, burada müstəqillik ola bilərmi ki? Əlbəttə ki, müstəqil olur da mənim. Bəli, birinci uşağın zehni inkişafı getməlidir, sonra artıq öyrənmə olmalıdır. Bəli, sizin də qeyd etdiyiniz kimi hansı ki orada müstəqillik özünü göstərməlidir. Və burada Piaget deyir ki, uşağın yetkinliyə qədərki dövründə problemi həll etmə bacarığında keyfiyyət dəyişikliyi kimi təsvir edirdi. Bunu necə başa düşürsünüz? Buradakı keyfiyyət dəyişikliyi nə deməkdir ki? Problemi həll etmə bacarığındakı keyfiyyət dəyişikliyi.
Problem həll etmə formal əməl mərhələdəki mənlə bilirsiniz. Ümumiyyətlə, yəni Piaget-nin həll edici mərhələlərindən demirəm. Sadəcə Piaget-nin belə bir fikri var ki, yəni yetkinliyə qədərki bir dövrdə, yəni hansı ki yaşdan artıq yetkinliyə qədərki dövrdə deyir ki, problemi həll etmə bacarıqlarında keyfiyyət dəyişikliyini vurğulayırdı. Keyfiyyət dəyişkənliyi böhranlar idi də, mənim uşağın böhranlar var, yəni özündə əsaslı dəyişikliklər böhran vasitəsilə yaranır da. 3 yaş, 1 yaş, 3 yaş, 7 yaş böhranı, yeniyetməli böhranı, orada da insani keyfiyyətləri hər birində dəyişirdi. Bəli, böhranla əlaqələndirirsiniz. Bir də ki, məsələn, hansı ki keyfiyyət dəyişikliyi olaraq, məsələn, Piaget deyir ki, uşaq hər zaman, yəni bütün uşaqlar deyir ki, eyni mərhələləri keçməlidir. Siz bu fikirlə razısınız? Bəli. Və deyir ki, baxın, elə burada bu özünü göstərir. Yəni Piaget'in fikrincə hər bir uşaq, kimliyindən asılı olmayaraq, hər bir uşaq eyni mərhələni keçir. Ancaq deyir, orada müəyyən keyfiyyət dəyişikliyi özünü göstərir. Hansı ki, hər bir yaş qrupunda müəyyən bir keyfiyyət dəyişikliyi, yəni artım özünü göstərir də. Məsələn, 2 yaşında uşaqla 4 yaşında uşaq eyni olmur. Bunu yəni demək istəyirdi burada. Artıq bu tipli sözü görsəz, məsələn, qarışdırmayın ki, yox, belə bir şey yoxdur. Yox. Bütün uşaqlara eyni yanaşır, amma hansı ki, yenə deyim, yəni yaşlardakı dəyişikliyi sadəcə keyfiyyət dəyişikliyi kimi nəzərində saxlayırdı. Bundan başqa deyirəm ki, ətraf aləmin rolu varmı Piaget nəzəriyyəsində? Əsasən Vygotsky'də çox idi ətraf aləmin rolu, amma müəyyən dərəcədə Piaget'də də var idi ki, uşaq oyunlar vasitəsilə öyrənir, onu deyir. Bəli. Ümumiyyətlə, ətraf aləmin rolu necə ola bilərdi? Öyrənir də uşaq ətraf aləmdən öyrənir. Məsələn, təbiət hadisəsini görür, onu araşdırır, özündə öyrənişir, yağış nəyə yağır, başlayır, necə deyim, əqli fəaliyyətə də başlayır ki, görürsən o niyə elə oldu, əlaqələndirir hadisələri. Eyni zamanda, baxın, burada ətraf aləmdən Piaget qeyd edir ki, ətraf aləmdən uşaq daim əlaqədədir. Yəni, məsələn, orada tədqiqat aparmaq. Çünki Piaget daha çox nə deyir? Deyir ki, kəşf etsinlər uşaqlar. Uşaq müstəqil öyrənsin. Sosiallıq demirdi də. Birinci, zehni inkişafı deyir. Deyir, kəşf etsin, öyrənsin. Bu kəşf etmədə ətraf aləmdə tədqiqatlar zamanı baş verir. Ona görə, bəli, ətraf aləmində rolu var. Ünsiyyət. Piaget'də rolu necədir ünsiyyətin? Ünsiyyətin rolu az idi də mənimlə. Demək olar ki, yox dərəcəsində. Bəli, ünsiyyətin rolu hansı nəzəriyyədə üstünlük təşkil edirdi? Vygotsky'də sosial inkişaf nəzəriyyəsində orada üstünlük həm ətraf aləm, həm ünsiyyət, əməkdaşlıq bunlara daha çox yer verilir. Düzdür. Bundan başqa Piaget'də o zaman deyə bilər ki, nitqin rolu minimal yoxsa maksimaldır? Minimal. Bəli. Nitqin rolu minimaldır. Bəli. Eyni zamanda sizcə praktikanın rolu varmı Piaget nəzəriyyəsində? Var mənimlə praktikamda rolu var. Necə? Uşaq bir dəfə həmin fəaliyyəti görürsə, ikinci dəfə onu necə müşahidə edirsə, ikinci dəfə daha yaxşı eləyir. Başqa? Ola bilərmi ki, məsələn, Piaget deyir ki, Piaget axı daha çox nəyə üstünlük verir? Öyrətməyə yoxsa kəşf etməyə? Kəşf etməyə. Bəli, Piaget deyir ki, biz deyir uşağa ağacın deyir əkilmə qaydasını öyrətməkdənsə icazə verək onu özü əksin, praktik formada öyrənsin. Bir var ki, mən ona deyirəm ki, ağac bu torpaq qazılır birinci, bu olur, öyrənsin. Bu daha keyfiyyətsiz olar. Bir də var uşağa həqiqətən beli verirəm, icazə verirəm ki, torpağı qazsın, ağacı ora əksin. Təbii ki də bu daha çox öyrənir və keyfiyyətli olur. Düzdür. Dedik ki, Piaget'in mərhələləri var. Birinci mərhələ hansı mərhələdir müəllimə? Birinci mərhələ hissi hərəki mərhələdir. 0-2 yaş aralığında uşaqlar əşyalarla manipulyasiya edərək öyrənir, qavrama yolu ilə öyrənirlər. Düzdür. Birinci mərhələnin adı necə gedir? Hissi hərəki və yaxud da ki, sensomotor mərhələdə deyilir. Buna 2 cür deyilir. Burada var idi, saklaşması, əşyalarla manipulyasiya, təşviş, uşaqları təşvişdən uzaq tutmaq var idi. Sonra sensomotor oyunlarda təklik oldu, tək oyun
mərhələsi belə deyək də, həm də onda uşaqlar tək oynayır axı. Bəli. Monolojinik, sensomotor deyən bunlar. Bəli. Deyirik ki, sesmotor mərhələ, hiss-hərəkə mərhələ sayılır. Burada məsələn səs bulaşması qeyd etdiniz. Bunu necə izah edərsiniz? Səs bulaşması deməli uşaq necə deyim, ağlayırsa, yanında kimsə bir uşaq ağlayırsa, uşaq da başlayır ağlamağa və yaxud da ona gülürsənsə, uşaq başlayır gülməyə də belə emosional ünsiyyətdə. Sesmotor mərhələ hansı yaş dövrünü əhatə edir müəllimə? 0-2 yaş arası. Bəli. Baxın 0-2 yaş, hansı ki, məsələn, bağçaya da uşaq gələn zaman fikir versəz, görəcəksiniz ki, ağlayırlar. Məsələn, bağçaya gəlmək istəmir, tezə anadan ayrılırlar və bu zaman hansı ki, uşağın birinin sakit dayandığını görürük, birinin ağladığını. Amma biri ağlayan kimi digəri də başlayır ağlamağa. Baxın, bu səs bulaşması deməkdir. Yəni, biri ağlayırsa, o digəri də başlayır. Bu dövrdə əşya davamlılığı olurmu? Deməli, 9 ayına qədər əşya davamlılığı olmur. 7-9 ay. Daha sonra əşya davamlılığı baş verir. Uşaq artıq əlindən düşən əşyanı verirsən, bir dəfə, 2 dəfə, bir dəfədən sonra artıq o əşyanı axtarmağa başlayır. Bəli, burada ilklərdə məsələn necə olurdu vəziyyət, sonradan necə olur? İlk vaxtlarda əşya uşağın əlindən düşəndə onu axtarmır. Elə bilirdi ki, əşya yoxdur da yoxa çıxdı. Bəli. Amma daha sonra yavaş-yavaş uşaq əşyanı axtarmağa başlayır. Doğrudur müəllimə. Sonra artıq axtarır, bilir ki, yəni onun əşyası çöp. Hətta biz onu əşyanı verdiyimiz zaman o sevinir, sonra təkrar yerə atır. Yəni bunun da səbəbi, çünki artıq o dərk eləyir axı yavaş-yavaş ki, o əlindən əşya düşüb, onun sevincini yaşayır. Ona görə tez-tez əlindən atır ki, tezdən ona versinlər oyuncağı. Düzdür. Bundan başqa bu mərhələyə aid. Hansı ki, bu mərhələdə uşaqlarda daha çox simvolik oyunlar, sonra sujetli rollu oyunlar oynayırlar. İlk nömrəli mərhələ. Doğrudur müəllimə. Simvolik oyunlar. Aha, dedik ki, Piaget ilə Vygotskyinin ortaq cəhəti nə idi? Oyunlar vasitəsilə öyrənmə. Bəli, hər ikisində də oyun var. Məsələn, desələr ki, ikisinin ortaq cəhəti olaraq nəyə qeyd edərik? Oyunun olmasını. Əla, təşəkkür edirəm müəllimə. Siz sağ olun müəllimə. Sağ olun müəllimə. Mətanət müəllimə. Axşamınız xeyir bir daha müəllimə. Necəsiniz? Hər vaxtınız xeyir müəllimə. Yaxşıyam, siz necəsiniz? Şükür Allah, yaxşıyıq. Yaxşı olasınız hər zaman. Mətanət müəllimə, siz mənə Piaget nəzəriyyəsinin və Vygotsky nəzəriyyəsinin fərqini deyin. Necə ayıraq onları? Piaget ilə Vygotsky nəzəriyyəsinin eyniliyim qeyd etdi ayaq müəllimə oyundur, yəni ortaqlığı. Amma ayrı-ayrılıqda desək, Piaget deyirdi ki, birinci zehni inkişaf olur, sonra öyrənmə prosesi baş verir. Amma Vygotsky isə bunun əksini deyirdi. O deyirdi ki, birinci öyrənmə, sonra zehni inkişaf yəni formalaşmış olur uşaqlarda. Piagetdə mərhələlər baş verir, amma Vygotskydə biz zonalar deyirik. Sonra belə deyək, sonra kognitivdir, Piaget nəzəriyyəsi, amma sosiallıq məhz Vygotskydə var, əməkdaşlıq var, ünsiyyət var. Piagetdə isə müstəqillik, fərdi, yəni uşağa verilərək, uşağın özü kəşf edərək öyrənməsi var. Düzdür. Eyni zamanda nitqin rolu hansında daha çox idi? Nitqin rolu Vygotskydə daha çox idi. Bəli. Simvolik oyunların əsası qoyulur hansı mərhələdə? İkinci mərhələsində, ilkin əməli mərhələ. Düzdür, digər adı nədir? Öncəsi mərhələ deyilir ki, 7 yaşlı uşaqları əhatə edir bu mərhələ. Doğrudur. Bundan başqa simvolik oyun deyəndə ümumiyyətlə nə başa düşürsünüz müəllimə? Simvolik oyunlar deyəndə, yəni uşaqlar belə deyək də, biz oyunlarda simvolik oyunları uşaqların xəyalı deyək də, xəyal gücündən yaranan oyunları deyək də, bunları bilirik. Bu yaş dövrü üçün əsas uşaqlarda belə deyək də, öndə gedən oyunlardır.
Bəli. Bundan başqa hansı ki bir əşyadan, yəni başqa bir əşya kimi istifadə edirlər. Yəni öz Bəli. xəyali düşüncəsindəki nədirsə, əşyanı ona uyğun şəkildə istifadə edir. Simvolik Bəli. oyunlar deyirik ki, inklüziv uşaqların da həyatında böyük rol ola Bəli, bilər. çox əhəmiyyətli. Bəli, bəli. Elə əsas elə bir məqsədə uyğun olaraq ilk məhz bu simvolik oyunlar elə inklüziv uşaqlar üçün daha əlverişli bir oyun növü deyək də olub. Bəli. Hansı ki bu mərhələdə uşaqlarda əşya davamlılığı olmur. Yəni əllərindən düşür, sanki heç uşağın belə bir oyuncağı yoxmuş kimi davranmağa başlayırlar. Hansı mərhələdə özünü göstərir bu? Birinci mərhələsində, hissəhrəki mərhələsində. Düzdür. 8-9 ayına qədər onlar bu kimi düşünürlər, amma artıq 9-10 ayından sonra artıq əşyanı görməsə də belə onun mövcudluğunu bilirlər. Bəli. Bu mərhələdə uşaqlar çoxlu suallar verirlər, ancaq bildiklərini tam şəkildə açıqlaya bilmirlər. İkinci mərhələsində də o elə ilkin mərhələdədir. Daha çox sual verdiyi dövrdür. Bəli, bu dövrdə uşaqlarda egosentrik düşüncə formalaşır. Bəli, mən mərkəzçiliyi. Bəli, ilkin əməl dövrə aiddir bu da. Nədir egosentrik? Bəli, ikinci mərhələ. Uşaq yəni mərkəzdə özünü görür də, mən mərkəzçiliyi olur. Bəli, sanki dünyada hər şey onun üçündür. Onun üçün yaranır. Ətrafında olur, bəli. Bəli. Burada hansı? Atam evə gəldi, mən nümunə ilə qeyd etsəm, sözünüzü kəsirəm, özü istəməlimə. Atam evə gəlib, mənim üçün gəlib. Bəli. Yəni elə düşünərək deyil. Hər şeyi özlərinə bağladıqları dövrdür. Bəli. Daha çox mənlərin formalaşdığı dövrdür. Məsələn, bu miqyada düşmüşdü keçənləri. Deyir ki, egosentrik yaş dövrünə aid edir. A variantında yazıb ki, 0-2 yaş, B variantı 1-3 yaş, C variantı 3-6 yaş, D variantı 4-6 yaş. Hansını götürərsiniz? 1-3 yaşı deməli əlbəttə. Yox, mənim. Egosentrik. 3-4-ü deyək. 3-6 yaş. Baxın, Piaget'in ikinci mərhələsi, yəni egosentrik harda özünü göstərir? İlkin əməlidə. 2-7-yə. Bəli, 2-7-də. Amma testdə gördünüz 2-7 yox idi. Eyni qaydada belə salmışdılar. 2-7-ni salmamışlar. Amma 2-7-nin yerləşdiyi orada hansı var idi? 3-6. Ən yaxını 3-6 idi, bəli. Ona görə də 3-6-nı götürmək lazım idi. Məsələn, 1-3-də götürənməli yaxı 1 yaşda egosentrik yoxdur, amma 3-dən başlayır artıq. 3-də başlayır. Ona görə də Piaget bu mərhələsi ilə əlaqələndirdiyimiz üçün o yaşda götürmək olar. Bundan başqa bu dövrdə hansı ki uşaqlar məntiqi əlaqəni anlamır, məlumatları şuurlu şəkildə manipulyasiya edə bilmir. Başqalarının yanaşmasının fərqinə varmır, çünki hər zaman mərkəzdə özlərini görürlər. Elə ilkin əməli mərhələdir də, əlbəttə. Düzdür. Bu oyunda, daha doğrusu bu mərhələdə oyun prosesində, məşğələ prosesində daim özlərini düşündüklərini görürük. Elə ilkin əməlidir. Bəli, gördünüz, hamısı egosentrik düşüncəyə gəlib çatır. Ona görə də bunlar aiddir ilkin əməli mərhələyə. Burada uşaqlar artıq, məsələn, evcik tipli, ana, həkim və s. rolları canlandırırlar bu mərhələdə. Elə yenə ilkin əməlidir, müəllimə. Bəli. Və burada hansı oyun oynayırlar artıq? Sujetli rollu oyun. Allah. Sujetli rollu oyunlar nə idi, müəllimə? Bəli. Sujetli rollu oyunlar, yəni real həyatdan götürülmüş oyunlardır. Məsələn, həkim olsun, müəllim olsun, ata, ana. Yəni bunların rolunda artıq uşaqlar özlərini yəni ki, aparırlar da bu rolları yerinə yetirirlər. Düzdür. Bu mərhələdə uşaqlarda məhdud təcrübə olur. Məhdud təcrübənin olduğu elə ilkin əməl deyil, müəllimə. Bəli, məhdud təcrübəyə maliklər çünki. Düzdür. Uşaqlarda məntiqi təfəkkür formalaşmağa başlayır. O konkret əməldir. Yox, başlayır. Məhdud, onda ilkin əməli, müəllimə. Bəli, baxın, deyir ki, məntiqi təfəkkür formalaşmağa başlayır. Başlayır deyirsə, bəli, sonlarından artıq yavaş-yavaş başlayır axı məntiqi təfəkkür. Başlayır sözünə görə ilkin əməli götürür. Desə ki, məntiqi təfəkkür formalaşdı, konkret əməli. Sadəcə başlama. Elə bir ki, bünövrəsi başlayır, elə bünövrə qoyulur. Ona görə götürük ilkin əməli. Necə də o tənqidi təfəkkürü belə deyək də başlamağı konkret əməldə desək, amma formal əməldə artıq uşaq tənqidi düşünür.
Aha, ola bilər. Orada Belə məsələn abstrakt düşüncənin əsası qoyulur. Bəli. Bəli, onlar Bəli, artıq bəli. konkretdə Tənqidi başlayır. düşünür. Amma formalda öz əksini göstərir, tamamilə Öz inkişaf əksini edir. tapır, bəli. Mhm. Belə bir qeydim var idi, yadıma düşdü. Onu belə qeyd etmişdim. Konkretdə başlayır, Mhm. amma formalda Formalda artıq tənqidi düşünür. Bəli, özünü geniş şəkildə tapır. Yəni Bəli. tam yerinə yetirilmiş formada. Əsasın qoyulmaq, yəni yavaş-yavaş başlayır formalaşmağa, bu deməkdir. Hansı ki, burada Bəli. uşaqlar həddindən artıq ümumiləşdirmələr edirlər. Həddindən artıq ümumiləşdirmələr elə ikinci mərhələdə, ilk əməli mərhələdə olur. Aha, müəllimə, həddindən artıq ümumiləşdirmə deyilən nə başa düşürsüz? Həddən artıq ümumiləşdirə, eyniləşdirirlər də öz bildiklərindən uşaqlar. Onların da məhdud təcrübələri olduğuna görə bunu etmiş olurlar. Bəli, məsələn, nümunə çəkə bilərsiniz? Tutalım ki, belə deyək, o əsasən assimilyasiyada mən deyərək düşünürəm. Məsələn, iynəni belə deyək də həkimin iynəsini elə iynə deyən kimi uşaq elə həkimin iynəsi bilir. Adi iynəndə deyək, paltar iynəsində. Bəli. Belə bir şeylər. Sizin də qeyd etdiyiniz kimi burada məhdud təcrübə var deyə. Məsələn, uşaqlar demək olar ki, ilk gözlərini açandan artıq həkimə gedirlər. Yəni baxmayın da həkim haqqında məhdud şəkildə təcrübələr olur. Eyni zamanda həkimi məşhur iynəsi ilə yadlarında saxlayırlar. Yadlarında. Bəli. Bu zamanda bəlkə də onlara paltar iynəsi deyilir, amma onlar yenə də həkim iynəsi deyə düşünürlər. Çünki onun təcrübəsi ona kimi çatır da. Çünki təcrübəsi azdır axı, o iynəni tanıyır. Bütün iynələri hələ ayıra bilmir. Bu baxımdan da hansı ki 2-7 yaş dövrü, yəni ilkin əməli dövründə həddindən artıq ümumiləşdirmələr edirlər. Məsələn, atı tanıyırlar, amma deyək ki, zebranı görsələr də yenə də ona at deyirlər. Çünki onunla bənzəyir. Bəli, onu ona bənzədirlər. Düzdür. Bu dövrdə əsas əlamət dilin nitqin inkişafıdır. Nitqin inkişafı ilə yenə də ilkin əməli mərhələyə də aiddir. Bəli, çünki baxın fikir verdi, sujetdə rollu oyunlar nitq tələb eləyir. Bəli. Bu dövrdə uşaqlar tərsinə saya bilir. Tərsinə saya bilirsə konkret əməlidir. Bəli. Amma saya bilmirsə ilkin əməli mərhələdir. Bəli, 10-a qədər saya bilir. Necə müəllimə? 10-a qədər saya bilir. Neçə yaşında 10-a qədər saya bilirsiniz deyirsiniz müəllimə? Yox, hansı mərhələdə? İlkin əməldə də biz çünki məktəbə hazırlıq 5-6 yaş qrupunda artıq onun dairəsində uşaqlara keçirik sayıb. Bəli. İlkin əməldə 10-a kimi saya bilir, amma tərsinə saya bilmir. Amma konkret əməldə artıq bunu edə bilir. Bəli. Eyni zamanda bu dövrdə ona intuitiv deyilir. Sayır 10-a qədər, amma geri saya bilmir. Bəli, geri saya bilmir. Bu dövrdə uşaqlar məqsədsiz və qeyri-ixtiyari puzzle yığırlar. Yəni düşünülmüş şəkildə olmur. Düşünülmüş şəkildə puzzle'ların ilkin əməli olar da, yəni bu dövr üçün əsasən bu tip oyunlardır da uşaqlarda. Aha. Uşaqlarda qruplaşdırma bacarığı formalaşmış olur. Olursa konkret əməldədir. Düzdür. Analoji tipli danışıq özünü göstərir. O ilkin əməldə. Əla. Müəlliməm, egosentrizm deyəndə nə başa düşdük? Mərkəzçilik, mən mərkəzçiliyi. Yəni mərkəzdə özünü görür. Bəli. Bundan başqa animizm nədir? Animizm canlı ilə cansızı uşaq qarışdırır. Aha. Necə izah edərsiniz? Məsələn, tutalım ki, belə deyək də, öz gəlinciyinə yemək yeyir, deyir, o da acıqdır, mən ona yemək verməliyəm. Bəli. Onu da yedirsin. Doğrudur. Bəs sizcə hansı mərhələyə aid olar bu animizm? Animizm ilkin əməli mərhələyə. Əla. Əsasən, belə deyək də, Piaget'in terminlər çoxluğu demək olar ki, ilkin əməli mərhələdə yer almış olur. Bəli, bəli. Ümumiyyətlə, animizm hansı ki, siz qeyd ediniz, canlı ilə cansız ayıra bilmir. Bəs niyə görə məhz gəlinciyə də canlı kimi baxdı? Sizcə bu nəydən irəli gələ bilər ki? Niyə ayıra bilmir ki? Çünki hələ belə deyək də, o canlı məhdud təcrübəsi olduğuna görə də müəllimə. Bəli. Eyni zamanda bəli, məhdud təcrübə və düşünün ki, uşaq dünyaya göz açır və çevrəsində ilk kimləri görür? Ailəsini. Ana, ata, bəli. Bunlar necədir? Canlıdırlar. Ona görə də uşaq daim onların çevrəsində olur və hər şeyi uşaq üçün ana, atanın etdiyini, yəni canlının etdiyini görür. Ona görə elə başa düşür ki, dünyadakı hər şey canlılar tərəfindən olunur.
Yəni ona görə də canlı və cansız aləmi başlayır qarışdırmağa. Ona görə də məsələn gəlinciyi də elə bilir ki, atası gil kimi yemək yeməlidir, yoxsa o da yəni ölə bilər, narahat ola bilər, xəstələnə bilər. Bunu bu qaydada. Artikarizm də var ki, elə ilkin əməliyyatı da dünyanın insanlar tərəfindən idarə olunduğunda yarandığını düşünür. Elə bu dövr üçündür. Uşağın düşüncəsində. Bəli, çünki orada da hələ tam mücərrəd düşünə bilmədiyinə irəli gəlir bu da. Bəli. Bundan başqa sentrasiya, desentrasiya hansı mərhələyə aiddir və nə deməkdir? İlkin əməliyyə sentrasiyadır. Yəni uşaq digərlərini dinləyir, amma yenə də öz bildiyini deyir. Konkret əməliyyə desentrasiyadır. Bu zaman isə artıq başqalarını dinləyir və dinləyərək onların dediyinə elə ki əməl etmiş olur. Amma bunu sentrasiya deyil. Bəli, desentrasiya artıq konkretdə özünü göstərir. Birinci məsələn sentrasiya olar, biraz egosentriklə də əlaqələndirə bilərik. Yəni biraz mən mərkəzçiliyi olur burada da, amma yəni yenə də özü ilə əlaqələndirir, öz fikirlərinin üstünlüyü təşkil edir. Sizin də dediyiniz kimi başqalarına əhəmiyyət vermir. Amma artıq desentrasiyada bu qaydasına düşmüş olur və bu da özünü konkret əməli mərhələdə göstərmiş olur. Səs bulaşması hansı mərhələdədir? Səs bulaşması birinci hissərəki mərhələdədir. Düzdür. Yəni uşağı ağlayır, güləndən gülür. Doğrudur. Burada uşaqlarda dedik ki, hesablamalar apara bilir, böyükdən kiçiyə rəqəmlər düzür. Hesablamaları apara bilirsə, konkret əməldədir, müəllimə hesablamaları aparmaq uşağın. Doğrudur. Assimilyasiya hansı mərhələdədir? Assimilyasiya ilkin əməli mərhələyə aiddir. Düzdür. Assimilyasiya nədir müəllimə? Assimilyasiya da yəni o dediyimiz kimi də eyniləşdirməni qeyd etmişdim də müəllimə. Bəli. Yəni o nümunədə qeyd etmişdim, iynə məsələ uşaqlarda. Akademiyasiyada artıq konkret əməliyə aiddir. Bəli. Bayaqki qeyd etmiş olduğunuz nümunə assimilyasiya nümunəsi idi. Məsələn, iynə nümunəsi ola bilər. Zebranı artıq bilir ki, bu zebradır və ya atı görür, bu atdır. Bəli, bunlar... Yəni artıq burada konkret əməldə uşaq tam bilmiş olur. Təşəkkür edirəm müəllimə. Sağ olun müəllimə. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Fürsəti bizlər üçün yapdınız. Buyurun müəllimə. Natiqə müəllimə. Salam müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə. 50 ilini bu uşaqların mərhələli şəkildə hansı dövrlərdə keçdiyini öyrənmişdi. Yəni uşaqların mərhələli inkişafını öyrənən bir nəzəriyyəsi olmuşdu. Mən üzr istəyirəm, azan səsi gəlmir ora. Pəncərə açıldı. Gəlir. Olsun müəllimə, problem yoxdur. O uşaqların inkişafını, daha doğrusu uşaqların təfəkkürünün inkişafını mərhələli şəkildə öyrənmişdi və o 4 mərhələyə ayrılmışdı uşaqların inkişaf mərhələlərini. 0-2 yaş hissi hərəki mərhələ və yaxud da ki, digər adı sensomotor mərhələdir. Sonra 2-7 yaş ayırırdı əməliyyatlar öncəsi və yaxud da ilkin əməli mərhələ. 7-11 yaşı ayırırdı konkret təfəkkür mərhələsi. 11 yaşı isə ayırırdı 11 yaş plus daha doğrusu deyirdi, bu formal əməli mərhələdir və hər bir mərhələdə uşaqlar belə deyək də təfəkküründə müxtəlif dəyişikliklərə rast gəldiyini biz müşahidə etmişik. Daha doğrusu o testlərlə müəyyən edib ki, hər mərhələdə uşaqlar müəyyən təfəkkürdən keçirlər. Bəli. Təfəkkür inkişafından keçirlər. Bəs bütün uşaqlar eyni mərhələlərdən keçirmi, yoxsa uşaqlar fərqli mərhələlərdən? Bəli, bütün uşaqlar eyni mərhələlərdən keçir düşüncəsində olmuşdu Piaget. Sizcə Piaget nəzəri biliyə üstünlüyü təşkil edir, yoxsa praktik biliyə? Daha çox o belə deyim də uşağa praktik biliyədir. O da nəyə görə? O çünki uşağa öyrətmənin əleyhinə olan bir nəzəriyyəçi olmuşdu. Deyirdi ki, uşaqlara imkan tanıyaq ki, onlar kəşf etsin, tədqiqat aparsın, özü biliyə yiyələnsin. Hətta öyrədilmiş biliyin daha tez unudulan bir bilik olduğunu, amma praktik şəkildə əldə olunan biliyin daha belə deyim də uzun müddətli yaddaşda qalacağını düşünən bir alim, nəzəriyyəçidir. Düzdür. Tək oyun Piagetin hansı mərhələsinə aiddir?
Tək oyun dövrü hissəarası mərhələyə aiddir. Çünki burada əşyalarla manipulyasiya var, sensitiv inkişaf var, perseptual fəaliyyət var. Uşaqlar belə deyim də əşyaları hələ dərk qavrama dövründə olurlar. Çünki 0-2 yaşı bayaq dedik ki, əhatə eləyir və qavrama dövründə olduğuna görə əşyalar onun üçün maraqlı gəlir. Başlayırlar onlar ağızlarına almağa, formalarını əllərində oynadılar, sağına soluna baxırlar ki, görək bu nədir. Doğrudur. Bundan başqa sərbəst oyun bəs hansı mərhələdə olar müəllimə? Sərbəst oyun müəllimə böyük yaş biz oyunları keçən zaman böyük qrupa aiddir. Ona görə ilkin əməl mərhələyə aid götürmək olur. Bəli. Bəs tək oyunla sərbəst oyunun fərqini deyə bilərsiniz? Tək oyun elədir ki, uşaq belə deyim də öz aləmində olur. Başlayır məsələn güşəyə yaxınlaşır, deyək ki, orada nəqliyyatla oynayır. Amma sərbəst oyunla tək oyunda ikisində də sərbəstlik var, ikisində də seçim var. Yəni uşaq istədiyi əşyanı götürüb oynaya bilər. Lakin sərbəst oyunda belə deyim də, məsələn sərbəst oyunda müəllimin köməyi də olur uşaqlara. Uşaqlar məsələn lazım olanda müəllimin köməyindən də istifadə edə bilərlər. Belə. Aha, tək oyun elə dövrdədir ki, kiçik yaşlıdır uşaq. Yəni o belə deyim də hələ başqalarla oynaya bilmir. Qavranılmamış hərəkət. Bəli, əməkdaşlıq yoxdur. Qavranılmamış belə deyim də hərəkətlər var, dərk edilməmiş hərəkətlər var. Hələ onlar çünki qavrama dövründə olurlar. Hələ onlar yeni-yeni nə isə öyrənməyə çalışırlar. Amma sərbəst oyun uşaqları artıq böyük uşaqlardır. Onlarda nəinki qavrama, təfəkkür artıq formalaşır. Doğrudur. Bəli. Yəni belə deyim də, biri var məsələn konstruktor köşəsi var idi. Tikili quraşdırma köşəsi deyək ki. Oradakı əşyaları tək oyun dövründə olan bir uşaq götürəcək əşyaları sadəcə baxacaq. Onu məqsədli şəkildə istifadə etməyəcək. Amma ki, sərbəst oyun oynayan uşaqlar o konstruktorlardan başlayacaq, nə bilim, legolar üst-üstə düzərək qaraj düzəldəcəklər, nə bilim, ev düzəldəcəklər, qüllə düzəldəcəklər və s. Bu kimi başlayacaqlar fəaliyyət göstərməyə. Əla. Sensor mədəniyyəti kim gətirib? Sensor mədəniyyət Montessoriyə aiddir. Piaget'in hansı mərhələsindədir bəs? Sensor mədəniyyət ilkin əməliyə düşər də böyük. Düzdür. Bundan başqa sensor etalon bəs? Sensor etalon Zaporojets idi, adını bilmirəm. Bəli. O da ki, uşaqların artıq rəng var, forma var. Bir də ki, rəng, forma, ölçü etalonu var idi. Düzdür. Bəs Piaget'in hansı mərhələsində özünü göstərər? Sensor etalon. Sensor etalondakı böyük ilkin əməli məndən. Bəli, ilkin əməldə olacaq. Çünki onun ilkin əməlin sonlarına yaxın artıq etalon başlayır formalaşmağa. Bəli. Mədəniyyət, belə deyim də, sensor təcrübə oldu. Mədəniyyət, sonra etalon. Bəli, təcrübə özünü göstərir. Təcrübə hissəarası mərhələdədir. Sensor mədəniyyətlə etalon. Sonra etalon artıq ilkin əməl mərhələdədir. Düzdür. Və sensmotor oyunlar uşaqlar oynayırlar hansı mərhələdə? Sensmotor oyunlar böyük yaş ilkin əməldədir. Əla. Baxın buradakı sensmotor sözü bizi çaşdırmasın ki, bu sensmotor mərhələyə aiddir. Tez götürməliyik. Aha. Buradakı o Piaget'dəki sensmotor mərhələnin addır, amma ki oyun olaraq uşaqların 3-6 yaş dövrünə düşdüyünə görə budakı gəlir ilkin əməl mərhələyə düşür. Mərhələ olar. Bəli, sensmotor oyun nədir müəllimə? Sensmotor oyun müəllimə, sensor, yəni toxunaraq uşaqların lamisi üzvləri vasitəsilə belə əşyalara toxunmağı. Düzdür. Məsələn, qumsu ilə oynaması, papier maşe ilə istifadə edərək oynaması, plastilin məsələn ən çox istifadə edilən uşaqların onlarla nələrsə hazırlaması. Ana qızının dəfələrlə əlindəki əşyanı yerə ataraq istədiyinin şahidi olur. Ana əşyanı yerdən qaldırır, qızına verər-verməz o yenidən əşyanı atır. Hansı mərhələdə? Bu hissəarası mərhələdir. Bu məsələn uşağın bu cür davranışına aqressiv uşaqdır deyə yanaşmaq qətiyyən olmaz. Çünki həmin uşaqda sadəcə atmağı öyrəndiyinə görə və əşya davamlı formalaşdığına görə bu hərəkəti eləyir. Hətta bəzən anlar deyir ki, bilə-bilə eləyir məni ki, əsəbləşdirsin. Xeyr, sadəcə orada uşağın o kəşf etmə dönəmidir. O bilir ki, artıq o əşya yerindədir. Çünki körpə uşaqlarda, məsələn, yeni doğulan uşaq olsun, 0-3 aylığı deyək ki, götürək. Bu dövrdə uşaq anasını gözündən itirəndə başlayır ağlamağa. Çünki elə bilir ki, anası yoxa çıxsa gözündən, elə bilir ki, itəcək. Artıq amma 6 aydan yuxarı uşaqlarda əşya davamlılığı yaranır. O da ki, kəşf edir ki, əşyanı atır, görür ki, aha, oradadır. Belə-belə yenə atmağa davam edir.
Əla. Bu dövrdə uşaqlardan biri gülür, digəri də gülür, biri ağlayır, digəri də ağlayır. Seks bulaşması dövrüdür. Bəzən bunda da yanlış elədiyimiz hərəkət odur ki, uşaqlarda başlayırıq özümüz elə öz övladlarımızda da eləmişik buna. Başlayırıq dodağımızı büzüb ağlamağa və uşaq başlayır o da ağlamağa. Seks bulaşması dövrüdür. Hətta güləndə heç uşaq bilmir onu nə deyib əzləyib gülürük. Sadəcə biz gülümsəyirik deyə ona da yansıyır həmin o gülümsəmə. Ona görə deyirlər ki, bu dövrdə uşaqları təşvişdən uzaq tutmaq lazımdır. Ay onu ağladım, nə bilim, göyə atım, tutum bu kimi hərəkətlər yanlış hesab edilir. Əla. Buradan da belə bir sual çıxır ki, ən çox uşaqları qorumaq, təşvişdən uzaq tutmaq hansı mərhələdədir? Tutmaq mərhələdədir. Əla. Düzdür. Uşaqlar burada şəkilə baxır və puzzleları yığırlar. Biri var, müəllimə, deyək ki, uşaqların önünə gətirib puzzle tökürüb. Bunu şuurlu, belə necə deyim, nəyəsə baxıb eləmirsə, bu ilkin mərhələdir. Lakin hər hansı bir, belə deyim də, modeldən istifadə edirsə, nəyəsə baxıb düzəldirsə, yəni şuurlu şəkildə onu dərk edərək düzəldirsə, bu artıq formal əməl mərhələdədir. Əla. Bu kimi belə, məsələn, biz düzdür, formal əməlini 11 yaş götürür, şəxsən bizim özümüz belə bir puzzle düzəldirik, nəyəsə baxıb düzəldirik, yəni. Amma ki, məsələn, mənim övladım ilkin əməl mərhələyə düşür, balaca övladım, məsələn, ona puzzle verəndə və ixtiyarsızcasına düzəldir bu. Bəli. Yəni, ola bilər, düz də düzəldə bilər, amma bunu heç düşünüb eləmir də, yəni məqsədli etmir. Və eyni zamanda o şəkilə baxması elə bir ki, qaydadır. O qaydaya baxır, başlayır düzməyə. Proseduru ardıcılıqdır, yəni neticədə düşünülmüşdür, yəni dərk edir ki, nədəsə kömək alsam, bunu rahat şəkildə eləyəcəm. Amma ilkin əməli mərhələdə sadəcə, necə deyim, ixtiyarsız daha doğrusu şəkildə tökürlər, başlayırlar puzzle düzəltməyə. Düzdür. Burada artıq uşaqlarda nifrət, ədalət kimi anlayışlar haqqında düşünür. Formal əməlicə, məsələn, dini söhbətlər olsun, əxlaqi söhbətlər olsun. Məsələn, anan deyir ki, qısa geyinirsə, övladı artıq, necə deyim, anan o cünə qısa geyinməsinə qarışır və yaxud da ki, din söhbətləri olanı, məsələn, artıq o da debatlara qoşulur, müxtəlif fikirlər irəli sürür. Bu artıq formal əməli mərhələnin uşağına aid olan hərəkətdir. Bəli. Amma burada düşünməsi, danışması eyni zamanda mücərrətdən də irəli gəlir. Fikir verir, nifrətdir, ədalətdir, bu artıq mücərrət bir fikirdir. Doğrudur. Burada uşaq artıq əsas rəngləri qarışdırmır, yəni onları fərqləndirə bilir. İlkin əməli mərhələ, bu da ki, böyük rənglərin qarışımı orta qrupda səliqəli rəngləmə zat o yöndən də çıxıb gələ bilərik ki, ilkin əməli mərhələyə aid eləyə bilərik. Bəli. Yəni rənglər haqqında bilir, artıq qarışdırmır, onları fərqləndirə bilir. Adaptasiya nə deməkdir müəllimə? Adaptasiya uyğunlaşma deməkdir. Belə deyək də, mövcud bir yerə uşağın uyğunlaşma mərhələsi. Deyək ki, uşaq qrupa təzə gəlib onun uyğunlaşma mərhələsi adaptasiya adlanır. Aha, doğrudur. Təşəkkürlər müəllimə. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Sibel müəllimə. Salam müəllimə, yaxşılarınız xeyirdir. Salam, hər vaxtınız xeyir müəllimə. Yaxşıyam, siz necəsiniz? Yaxşı, sağ olun. Yaxşı olasınız. Həmişə yaxşı olasınız. Siz də müəllimə. Müəllimə, siz mənə assimilasiya ilə akkomodasiyanın fərqini izahlayın və mərhələlərini də qeyd edin. Müəllimə, assimiliyasiyada uşaq məsələn zebra ilə atı fərqləndirə bilmir. Hamısına elə at deyir, ya at deyir, ya eşək deyir, elə eyni şeydən deyir də. Amma akkomodasiyada orada fərqləndirə bilir, təfəkkürlər daha da inkişaf etmiş olur və burada zebranın adının ayrı olduğunu və müxtəlif formada olduqları, rənglərinin müxtəlif olduqlarını da bildirir. Eynilə atdan da fərqinin oxşardığını göstərə bilir. Assimilasiya ilkin əməli mərhələdə olur. Akkomodasiyada konkret əməli. Bəli, artıq orada fərqləndirmə özünü göstərir. Bəli. Düzdür. Bu mərhələdə uşaqlar tərsinə sayma bacarığı formalaşır. Konkret əməli. Düzdür. İnduktiv düşünürlər. Konkret əməli. İnduktiv nədir müəllimə? Müəllimə, nümunədən qaydaya gəlirsə, bu induktiv düşünməlidir. Qaydadan nümunəyə keçirsə, bu deduktiv düşünməlidir. Məsələn, sayır və sonunda deyir ki, bunlar hamısı əşyanın adını bildirir. Bu induktiv düşünməlidir.
Əgər əvvəlcədən qaydanı deyir, məsələn, əşyanın adını bildirir, isim, sonra da nümunə göstərir, bu deduktiv düşünmədir. Bəli, bayaq orada bir fikirdə əksindiniz. Deməli, xüsusidən ümumiyə gəliriksə. Bəli, xüsusidən ümumiyə gəliriksə, ümumidən və xüsusiyə keçəndə deduktivdir. Bəli. İndiktiv konkret əməldə olur, formal əməldə deduktivdir. Əla, deməli, xüsusidən ümumiyə gəlmək dediksə, bu oldu induktiv. Məsələn, mən deyirəm ki, qırmızı, sarı, yaşıl, bunlar rənglərdir. Bax, bu induktivdir. Aha. Rənglərimiz bunlardır. Qırmızı, sarı, yaşıl. Bu deduktivdir. Əla. Deduktiv də özünü göstərir. Formal əməlidə. Formal əməldə. Düzdür. Burada artıq uşaqlar belə deyim, məhdud təcrübədə olmurlar. Artıq fərqləndirmə bacarığı olur uşaqlarda. Məsələn, artıq atın zebradan fərqləndirə bilir. Konkret əməli. Bəli, burada artıq konkret. Ümumiləşdirmələr apara bilir. Ümumiləşdirmələr apara bilir. Formaldır. Əla. Yox. Ümumiləşdirmə. Yəni, həddən artıq ümumiləşdirmə eləyirsə, bu ilkin əməldə, amma ümumiləşdirmə apara bilirsə, konkret əməldir. Əla. Desentrasiya özünü göstərir. Desentrasiya da, bu da konkret əməldir. Sentrasiya da ilkin əməli. Bəli, onların da fərqlərini deyin. Sentrasiya ancaq öz fikrini üstün tutur, hər şeydə elə öz fikrini də irəli sürür. Amma desentrasiya da isə başqalarının fikirlərini də qəbul edə bilir. Bəli. Artifikalizm nədir müəllimə? Artifikalizm hər şeyin biz canlılar tərəfindən edildiyini deyir. Məsələn, günəşin çıxdığını atası məsələn oradan ipdən sallandırıb atası günəşi çıxardır. Məsələn, bu artifikalizmdir. Elə bilir ki, günəşi biz çıxartmışıq. Doğrudur. Hər şey insan tərəfindən olub. Hər şey canlı tərəfindən olub. Düzdür. Sinkretizm nədir bəs? Sinkretizm Böyle çaşdım. Ben sinkretizm yadımdan çıxdı. Aytəkin müəllimə desin sinkretizmi. Sinkretizm müəllimə əlaqələndirmə deməkdir. Belə deyək. Fikrinizi izahlayırsınız. Aha, Aytəkin müəllimə. Məsəl üçün uşaqlar hər hansı bir filmə baxırlar, Sehrli Xalat filminə. Baxdıqdan sonra, yəni orada artıq görürlər ki, xalatın içərisinə girdikdən sonra uşaqlar kosmosa getmiş olur. Uşaqlar təklif edir ki, gəlin bu xalatın içərisinə girək, biz də kosmosa gedək. Artıq burada filmə baxırlar, oradakı hadisələ öz həyatlarındakı hadisəni əlaqələndirmək istəyirlər. Sibel müəllimə tamamlayın fikrinizi. Mən burada necə gəldi elə əlaqələndirirlər də. Bəli, məsələn, mən nümunəsini çəkdim. Məsələn, əlaqələndirmə. Əgər desək ki, uşaq ip məsələsi, günəş məsələsini elə ondan çıxır müəllimə. Günəşdə əgər desək ki, günəş çıxır, onu oradan iplə sallandırırlar. Çıxır. Düzdür. Yəni ona görə oradadır. Məsələn, ağacın orada torpaqda olması elə bilirlər ki, mismarla bərkidilib ora. Düzdür. Dedik ki, bu dövrdə uşaqlar birinci əsas rəngləri deyir, əsas rənglərin qaydasını deyir, sonra başlayır əsas rəngləri sadalamağa. Bu sensor tərbiyə məşğələsinə aiddir. Piaget'in hansı mərhələsinə aid edirsiniz? İlk əməli. Diqqətli olun. Baxın, birinci deyirəm. Konkret əməli. Bir dəqiqə. Bir də təzə əməli deyil. Aha, demək istəyirəm. Birinci deməli, deyirəm ki, əsas rənglərin qaydası budur. Əsas rənglərin qaydasını deyirəm. Sonra da sadalayıram. Sarıdır, göydür. Qarışıq gəlmişdir əsas rənglər. Formal əməli. Bəli, burada artıq birinci qayda dedik deyə. Burada formal əməli, deduktiv düşünmə. Bəli. Burada oyuncaqlarla oyunlar üstünlük təşkil edir bu mərhələdə. Oyuncaqlarla oyun ümumiyyətlə 1-2 yaşa aiddir oyun fəaliyyətində. O da işarəsiz. Oyuncaqla oyun. İşarəsi dövrüdür, müəllimə 0-2 yaş. Kəşf etmə dövrünə görə deyirsiniz? Bəli, toxunma ilə falanla
sevimli oyuncaqlar daha çox ətrafında olur müəllimə onlara. Bəli. Ona görə deyirsiniz siz mənə. Baxın, oyuncaqlar bəli, üstünlük təşkil edir. Tək, yəni 1-2 yaşı, hissə hərəki 1-2 dövründə. yaş. Amma Bəli, deməli, bir-iki oyuncaqlarla yaşı. konkret oyunlardan söhbət gedirsə, deməli oyuncaq oyun, yəni Bu oyuncağın ilk nəməlidir. bəli, mahiyyətini bilir ki, ondan oynaya bilər. Mahiyyətini bilir. Bir var ki, Bəli, mən o oyuncağı ilk verirəm, nəməlidir. bəli, onu kəşf edir, əşya manipulyattiv dövrdür, onda hiss hərəkətidir. Amma artıq oyuncağı Bəli. məqsədyönlü şəkildə bilir, hansı ki, sərbəst oyun zamanı. Bilir ki, bu oyuncağın mahiyyəti nədir, nə üçün istifadə olunmalıdır. Onda təbii ki də artıq biz tez götürürük ilkin əməli. İlk nəməli. Bir də məndə sevimli oyuncaqların ətrafında daha çox olması ümumiyyətlə onun fəaliyyətində 1-2 yaş əhatə edir. Mən ona görə oradan getdim. İndi mən o tipli də sual verəcəm sizə, narahat olmayın. Müxtəlif materiallı oyuncaqlar bəs hansında üstünlük təşkil edir? Müxtəlif materiallı oyuncaqlar Montessori yanaşması. Yox, yanaşma soruşuram. Yanaşması. Piaget'in hansı mərhələsində müxtəlif materiallı oyuncaqlar üstünlük təşkil edir və bunun da səbəbi var? İlkin əməlidədir müəllimə. Çünki oyunların çox növü o dövrə əhatə edir. Fikrimə baxın. Müxtəlif material. Oyuncaqların mahiyyətini bilməsi üçün. Baxın, bir var ki, ətraf aləmin deyildiyi hiss orqanları vasitəsilə dərk edirdi, toxunurdu, öyrənirdi. Toxunurdu, 0-2 yaş Siz istəyərək. burada oyuncağı verəndə uşağa oyuncağı öyrətmək istəmirsiniz, onun mahiyyətini. Amma siz o materialla sensor təcrübəni formalaşdırmaq istəyirsiniz uşaqlarda. O baxımdan hiss hərəkəti. Bu ilkin hiss hərəkəti məndə sensor təcrübəyə görə də məndə. Çünki sensor təcrübə və dağılır, edir. Material söhbəti var. Material varsa, müxtəlif material verirsinizsə, siz orada yenə deyirəm, oyuncaq sizin üçün əsas deyil. Sadəcə sizin üstünüz o müxtəlif materialları uşaqlara öyrətməkdir. Bu baxımdan da siz orada müxtəlif materiallı oyuncaqlar verirsiniz. Bəli, ilk hissi. Hiss hərəkəti. Bəli, əməliyyat. Konsometr. Oyuncaq oyun dedik. Yəni oyuncağı məqsədyönlü şəkildə istifadə etdi, oynadı hansı dövrdə? İlkin əməldə. Amma müxtəlif materiallı oyuncaqlar üstünlük təşkil etdi. Bu sensor motorda hissi hərəkət dövrdə. Bəli, əla. Problemi sistemli şəkildə həll edir burada uşaqlar. İlkin əməli. Problemi sistemli şəkildə həll edir. Sistem var, problem var. Formal əməli, sistem varsa, problem varsa. Sistemlilik varsa, planlıq varsa. 11 yaşdan yuxarıda. Bəli, deməli o sistemli şəkildə artıq dərk edərək özü problemi həll edir. Bir də var ki, birgə müzakirədə nəsə problemi həll etmə. Bəli, mən deyərdim ilkin əməli. Amma sistemlilik varsa, bəli, bu söhbət gedir. Problemli işlər falan olsa ilkin əməli. Burada bu nəzəriyyədə ümumiyyətlə kömək yoxdur. Müstəqillik əsasdır. Piagetdə mənə. Montessori'də ona əsaslanır. Bu nəzəriyyə kognitiv konstruktiv nəzəriyyə adlanır. Yəni kognitiv olan Piagetdir, sosial konstruktiv olan Vygotsky. Düzdür. Hansı ki burada üstünlük təşkil edir nitq və ünsiyyət. Uşaqlar biri-birindən öyrənir, daha təcrübəli biri. Vygotsky. Bəli. Scaffolding bir-birindən öyrənməsi, daha təcrübəli birinin uşağa kömək etməsi scaffolding. Allah, təşəkkür edirəm müəllimə. Sağ olun müəllimə. Sağ olun. Aytəkin müəllimə. Bəli müəllimə. Müəllimə, danışın siz mənə formal əməldən, mərhələdən. Formal əməli mərhələdə artıq uşaqlar bir qədər, yəni inkişaf etmiş olurlar, müstəqil olurlar. Yəni proaktiv suallara artıq cavab axtarırlar, problemi sistemli şəkildə həll edirlər. Yəni beyinlərində hesablama aparırlar. Ondan sonra burada deyə bilərik, təcrübələrdən istifadə edirlər bir sıra. Doğrudur. Bu mərhələdə uşaqlar hansı yaş dövrünü əhatə edir? Formal əməli mərhələ 11-12 yaş. Bəli. Formal əməli mərhələnin digər adı necədir? Mücərrəd əməli mərhələ. Düzdür. Eyni zamanda 11 plus, yəni 11, 12 və ondan yuxarı yaş dövrlərini əhatə edir formal əməli mərhələ. Doğrudur. Hansı ki burada dedik ki, uşaqlar problemi sistemli şəkildə həll edirlər. Hansı mərhələdə? Formal əməli mərhələ. Doğrudur. Burada induktiv düşünürlər.
Konkret əməli mərhələ. Düzdür. Deduktiv düşünürlər. Formal əməli mərhələ. Düzdür. Burada artıq uşaqlar abstrakt düşünürlər. Abstrakt düşünürlər konkret əməli mərhələ, amma tam abstrakt düşünmə formalaşır formal əməli mərhələ. Abstrakt düşüncənin əsası qoyulur. Konkret əməlidə, Abstrakt amma düşünür. Formal əməli mərhələ. Deduktiv düşünmək nə idi müəllimə? Bir dənə nümunə deyin. Deduktiv düşüncə, məsəl üçün biz deyirik ki, meyvələr şirindir, sonra hansı meyvələrin şirin olduğunu nümunə olaraq gətiririk. Amma ilk öncə qaydanı deyirik. Düzdür, birinci qaydanı deyirsiniz, sonra oradan nəticəni deyirsinizsə, burada artıq özünü göstərir formal, yəni deduktiv düşüncə, bu da olacaq formal. Burada uşaqlar proaktiv və mübahisəli sualların cavablarını axtarırlar. Bu müəllimə formal əməli mərhələyə aiddir. Düzdür. Uşaqlar tərsinə sayır. Tərsinə sayırsa konkret əməli mərhələyə aiddir. Düzdür. Burada desentrasiya artıq yaranır uşaqlarda. Konkret əməli mərhələ. Düzdür. Desentrasiya nə idi? Desentrasiya artıq başqa insanların da mövqeyini qəbul edir də. Əvvəlcəsində özlərini görürlər. Hər şeyin mərkəzində özlərini görürlərsə, bu ilkin əməli mərhələ egosentrizmə aiddir. Düzdür. Burada dedik ki, hansı yaş dövrünə əhatə etdi egosentrik dövr? 2-7 yaş. Doğrudur. Və egosentrizm hansı ki, hansı yaş böhranında, yəni 3 yaş böhranı. 3 yaş böhranı ilə də əlaqələndirmək olar. Doğrudur. Bundan başqa müəllimə, burada artıq uşaqlar hesablamalar aparır, tərsinə saya bilirlər. Hesablama aparırlarsa konkret əməli mərhələyə aiddir. Düzdür. Tərsinə da burada. Həddindən artıq çox ümumiləşdirirlər. Bu ilkin əməli mərhələyə aiddir. Düzdür. Burada uşaqlar artıq ümumiləşdirmə apara bilirlər. Ümumiləşdirmə konkret əməli mərhələyə aiddir. Assimilasiya özünü göstərir. Assimilasiya ilkin əməli mərhələyə aiddir. Nədir assimilasiya? Assimilasiya məsəl üçün uşaqlar görür telefon, planşet və ya da televizor, deyir ki, bunların hamısı telefondur. Bir ad verir. Bəli. Çünki məhdud təcrübəsi var, tam ayıra bilmir. Bəli. Amma artıq akkomodasiya hansı kombin sözünü də yadımıza saxlaya bilirik. Yəni ayıra bilir artıq. Burada da özünü göstərir. Hansı mərhələdə? Konkret əməli mərhələ. Doğrudur müəllimə. Bu dövrdə uşaq yoldaşını və öz istəklərini bilir, qəbul edilmiş qaydaları anlayır, lakin bu qaydalara əməl etməyi özü üçün öhdəlik saymır. Məncə müəllimə ilkin əməli mərhələ. Niyə saymır? Çünki yəni o qədər də düşüncə formalaşmayıb da, necə deyim, qaydanı bilir. Qaydanı bilir, amma eləyə bilər də əslində, amma etmək istəmir, özünü öhdəlik saymır bunu. Çünki egosentrizm onlarda olduğu üçün, yəni çox da başqalarının fikirləşmirlər. Bəli, əsas öz düşüncəsidir, öz fikridir. Bəli. Bəli, ona belə deyim də, nə olsun ki, qaydanı bilir, yenə də etmək istəmir. Bu dövrdə uşaqlar yalnız öz fiziki ehtiyaclarını ödəyəcək qədər tələbatları var. Bu hissi hərəkət olar, ilkin əməli də ola bilər. İndi bir qərar verin. Fiziki ehtiyaclarına. İlkin əməli mərhələ. Yox. Yox. Bunu dəqiq bilmədim müəllimə. Burada hiss hərəkət dövrü olacaq. Çünki ancaq öz fiziki ehtiyacları da, yəni nəyisə istəyəndə də belə öz ehtiyacları, kiçik ehtiyaclar var burada. Ona görə də biz götürürük bunu hissi hərəkət dövrü. Doğrudur. Burada induktiv düşünmənin əsası qoyulur. Konkret əməli mərhələ. Şmetalar olur. Necə? Şmetalar. Kimeta? Şmeta. Şmeta. Şemata. Burada ilkin əməli mərhələ. Yox. Aha. O nə deməkdir? Onu da açılışını verin.
Şemata, yəni sxemlərin bir-birinə uyğunlaşdırın. Blok sxem deməkdir. Aha, sxemlərdir. Bu sensor mədəniyyətdir, təcrübədir, etalonda hansıdır? Sensor, etalon. Aha, doğrudur. Əla. Dedik ki, müxtəlif materiallı oyuncaqlar verildi uşaqlara. Müxtəlif materiallı oyuncaqlar verildi, hissi hərəkət mərhələsi. Düzdür. Nəyə görə? Çünki uşaqlar burada yəni kəşf etmə dövründə olurlar da, istəyirlər hər şeyə toxunsunlar, onun bəşliyi, yumşaqlığı və yaxud da sərtliyin hiss eləmək istəyirlər. Ona görə onlara müxtəlif yumşaq və yaxud da biraz daha sərt materiallar təqdim eləməliyik ki, onlar ona toxunaraq kəşf edə bilsinlər. Əla. Bu dövrdə uşaqlar əməkdaşlıq etmə bacarığı formalaşır. İlkin əməli mərhələ. Düzdür. Hansı oyun nümunə göstərə bilərsiniz əməkdaşlığın formalaşdığı? Elə mənim əməkdaşlıq oyunlarının, əməkdaşlıq oyunu özü, süjetli rollu oyunlar, yəni burada aparıcı oyunlardan biridir. Sonra elə bunları nümunə göstərmək olar. İnsanları manipulyasiya edirlər. İnsanları manipulyasiyadırsa konkret əməl mərhələyə aiddir. Düzdür. Bunu necə başa düşürsünüz? Yəni artıq əşyalarla manipulyasiya hissi hərəkətə idisə, konkret əməl mərhələdə artıq insanlarla dialoqda olduqları üçün, yəni insanların artıq hisslərini başa düşürlər, onlarla ünsiyyətdə ola bilirlər. Bir növ artıq zihni şəkildə bəli, manipulyasiya edirlər. Baxın, bir sözlə o ki, şirinlik eləyirlər, özlərini insanlar cəlb eləmək üçün, bəli, manipulyasiya artıq bu konkret əməldə özünü göstərir. Sonra ilkin ünsiyyət bacarığı var burada uşaqlarda. İlkin ünsiyyət bacarığı ilkin əməli mərhələ. Düzdür. Müəllim danlayır deyə qorxaraq qaydalara əməl edirlər. Daha çox, yəni burada düşünürlər ki, mən bu qaydaya əməl etməsəm müəllim məni danlaya bilər. İlkin əməli mərhələ. Yox. Baxın, dərk eləyir də ki, qaydanı pozmaq olmaz. Axı ilkində bu qaydanı elə etmir. Əsas kimdir? Əsas onun düşüncəsidir. Egosentrik düşünür. Artıq başa düşür ki, məsələn, bu qaydanı etməsəm müəllim məni danlaya bilər, mən sözü eşidə bilərəm, qaydanı yerinə yetirmirəm deyə bunu dərk eləyir. Konkret əməl mərhələ. Bəli. Səhvlərin aradan qaldırılması üçün çalışır. Çalışırsa konkret əməl mərhələ. Səhvlərin aradan qaldırılması üçün çalışır. Formal əməli. Bəli. Burada artıq dərk eləyir, o səhv olduğunu bilir, eyni zamanda onu aradan qaldırmağa çalışır. Burada formalda özünü göstərir. Təhlil edir. Təhlil etmə varsa formal əməli mərhələ. Düzdür. Sizcə Piaget'in nəzəriyyəsi irsilik üstünlük təşkil edər, yoxsa burada sosiallıq? Burada sosiallıq yoxdur müəllimə, irsi olar. Bəli, biolojidir, genetikdir, irsidir. Ona görə deyirik, hamı eyni mərhələdən keçir. Ona görə hamı eynidir. Adaptasiya nədir müəllimə? Adaptasiya mühitə uyğunlaşmaqda, məsəl üçün hər hansı bir uşaq əgər bağçaya yeni gəlibsə, onun üçün müəllim elə bir şərait yaratmalıdır ki, həmin o mühitə adaptasiya ola bilsin. Aha, bu mərhələdə uşaqlar əşyaları məqsədli şəkildə istifadə edirlər. Konkret əməl mərhələ. Bildim ki, konkret deyəcəksən, amma yanlışdır. Mahiyyətini başa düşün. Əşyanı məqsədli şəkildə istifadə edirlər. Baxın, əşyanı. Demirəm, əşyaları qarışdırırlar, ümumiləşdirirlər, onu demirəm. Əşyanı məqsədli istifadə edir. Formal əməl mərhələ. Yox, müəllimə. İlkin əməl mərhələ. Bəli, bilirsiniz, niyə görə ilkindində onu da açıqlayın? Niyə əşyanı məqsədli? Mən demirəm, bax, əşyaları qarışdırır desəydim, ola bilərdi ki, deyim ki, məsələn, həddindən artıq ümumiləşdirir, təcrübəsi məhduddur. O başqa şeydir. Bir də var ki, əşyanı məqsədli şəkildə istifadə edir. Yəni, əlindəki əşyanı məqsədini bilir ki, mən bunu nə üçün istifadə edirəm. Başa düşdüm, mən onu qeyd olaraq yazıram indi. Mahiyyətini siz izləyirsiniz, yoxsa mən izləyim? Əməli mərhələ. Bir də deyə bilərsiniz müəllimə.
Aha, deyər. Tam qulaq asın. Baxın, əşyanın məqsədyönlü şəkildə istifadə edirsə deyirəmsə, bir sözünə birinci xatırlayardım. Məsələn, ağlıma ilk növbədə sərbəst oyun gəldi. Həqiqətən də sərbəst oyunda uşaqlar əşyanı məqsədli şəkildə istifadə edir. Bəli. Eyni zamanda məsələn, savad təlim məşğələsi keçirsiniz. Qələmi məqsədyönlü istifadə edir. Biri də ki, qələm yazı yazmaq üçündür. Məsələn, maşını götürür, düzgün sürür. Artıq bu əşyanı məqsədli... Səssiz getdi. Eşidirsiniz indi? İndi gəldi müəllimə. Aha, gəlin bir də izahlayım. Baxın, əşyanı məqsədli şəkildə istifadə etmək bir sözlə sərbəst oyun məsələn xatırladır. Sərbəst oyun zamanı yadınızdadır. Deyirəm fərqi nədir? Deyirsiniz əşyaları məqsədli şəkildə istifadə edir. Məsələn, maşını verirəm uşağa, bilir ki, maşın necə hərəkət eləyir, maşın nə üçün istifadə olunan oyuncaqdır. Artıq onu məqsədinə görə istifadə etdi. Eyni zamanda məsələn qələmi verirəm, qələmi yazı yazmaq üçün istifadə edir. Ona verilən əşyanı məqsədinə görə istifadə etməyi bacarır. Bu ilkin əməldə özünü göstərir. Müəllimə, indi mən ağlımda belə sual qaldı ki, Buyurun. əgər əşyanı məqsədli şəkildə istifadə edirsə ilkin əməli mərhələyə aid elədik, amma biz assimilyasiyanı da ilkin əməli mərhələyə aid elədik. Axı orada assimilyasiyada əşyanı qarışdırmır axı. Orada həddindən artıq ümumiləşdirmə edir. Yəni orada əşyanı qeyri-adi götürüb istifadə eləmir ki o. Sadəcə olaraq məsələn atı da göstərsiniz, zebranı göstərsiniz, ona at deyə bilər. Çünki onu bənzədir deyir. Amma bu demək deyil ki, qələmi verəndə ona götürüb yemək üçün istifadə edir. Bilir axı qələm qələmdir. Əşyadan söhbət gedir. Əşyanın məqsədyönlü şəkildə istifadəsi. Mən də bildim ki, siz onu assimilyasiya ilə qarışdırdınız, ona görə konkret dediniz. Amma burada baxın nəyə fikir verirsiniz. Əşyanın məqsədyönlü istifadəsi qeyd edə bilərsiniz. Sərbəst oyun. Çünki sərbəst oyunda artıq əşyalar məqsədyönlü şəkildə istifadə olunur. Buradan da artıq nəticəyə gəlirik ki, deməli, bu olacaq ilkin əməli dövrdə. Sonra, düzdür. Dedik ki, burada uşaqlar puzzle yığırlar. Amma istədikləri kimi. Puzzle'lar yığırlarsa ilkin əməli mərhələ. Düzdür. Qaydaya baxır, puzzle yığır. Konkret əməli mərhələ. Aha, uşaq deyir ki, mən həkim olmalıyam. Çünki insanların sağlamlığı mənim üçün dəyərlidir. Bu fikri hansı yaşda deyər? Bunu məncə konkret əməl mərhələdə. Mən həkim olmalıyam. Qaydanı dedi. İlkin əməl mərhələyə də uyğunlaşır. Yəni uşaqlar lap kiçik yaşlarından deyirlər də mən həkim olacağam, böyüyəndə sənə iynə vuracağam. Yəni bunu deyirlər. Amma mən elə situasiya demədim axı sizə. Baxın onu desəydim, hə. Deyirəm ki, mən həkim olmalıyam. Çünki insanların sağlamlığı mənim üçün dəyərlidir. Bu hansı uşağın dediyi? Bəli, bu artıq böyük uşağın deyə biləcəyi bir şeydir. Desəydi ki, mən həkim olacağam, insanları sağaldacağam, nə bilim, kiçik uşaqlar bu tərz danışırlar axı. Amma insanların sağlamlığı mənim üçün dəyərlidirsə, deməli bu artıq böyük bir uşağın danışığından söhbət gedir. Eyni zamanda burada həkimin qaydasını qoydu, sonra da artıq ona uyğun şəkildə mahiyyətini açıqladı. Burada uşaqlar düzgün şəkildə qərarlar qəbul edirlər. Sistemli, planlı. Bir də müəllimə, burada siz qeyd elədiniz sensomotor ilkin əməli mərhələyə aiddir, 3-6 yaş oyun var. Bəs niyə görə yəni 0-2 yaşda sensomotor oyundan niyə istifadə edilməsin ki? Kiçik motorikası tam möhkəmlənməyib bax hələ. Orada məsələn sensomotor oyun nədir? Mən uşağa nəyisə verəcəm, məsələn, gili verdim. O mənə oyunda nəsə düzəldib verməyi bacarmalıdır, düzdür? Axı 0-2 yaşda verəndə heç onu sıxmaq üçün belə gücü yoxdur hələ tam. Məsələn, birinci kiçik qrupda yapma keçəndə fikir verin, çox az sadə bir şey keçirik. Niyə görə? Çünki hələ tam kiçik motorika inkişaf etməyib. Bir çox qısa çəkir özdə. Amma sensomotor oyun, hansı ki artıq kiçik motorika müəyyən qədər inkişaf edib, artıq nəyisə hazırlaya bilirlər. 1 yaş yarım, 2 yaş uşaq onu tam edə bilməz hələ. Amma artıq 2 yaşdan sonra bəli, burada artıq kiçik motorika müəyyən qədər möhkəmlənir. Bəli, burada sensomotor oyunlar öz əksini göstərir. Nəyisə verəndə ən azı onun əlinin, biləyinin gücü çatacaq. O plastirini sıxmaq üçünmü, nəyisə hazırlamaq üçünmü? Başa düşdünüz müəllimə? Başa düşdüm müəllimə. Ona görə də o dövrə daha çox biz tək oyuna aid edirik. Burada artıq uşaqlar vəziyyətlərlə bağlı ideyalarını, öz fikirlərini belə deyim, irəli sürür, eyni zamanda təhlil edir. Bu formal əməli mərhələ. Düzdür. Müxtəlif perspektivlərdən baxırlar hadisələrə.
Bu da formal əməli mərhələ. Düzdür. Tərbiyə uşaqlara ideya kimi, yəni tərbiyəvi belə deyim də, ideyalar səsləndirirlər. Formal əməli mərhələ. Aha, düzdür. Bir dəqiqə mənə. Doğrudur. Sonra artıq uşaqlar barmaqları ilə sayır. İlkin əməli mərhələ. Düzgün şəkildə geriyə sayır. Konkret əməli mərhələ. Beynində sürətli şəkildə sayır. Formal əməli mərhələ. Çevikdirlər, sürətlidirlər. Çeviklik, sürətlilik konkret əməli mərhələ. Yox, çevik olurlar, daha sürətli düşünürlər. Formal əməli mərhələ. Formal əməldə, bəli. Düzdür. Burada nəyisə çeşidləmə bacarığı, ümumiləşdirmə bacarığı formalaşır uşaqlarda. Ümumiləşdirmə konkret əməli mərhələ. Düzdür. Sistemləşdirmə, təhlil. Bəli. O hansındadır? Onlar da konkret əməli mərhələ. Yox, ümumiləşdirmə varsa, bilin ki, konkretdir. Çünki artıq ümumi belə deyim, düşünməyə bacarırlar. Amma sistemləşdirmə, təhlil varsa, o təhlil varsa formal əməli mərhələ. Mən də o qaydada demişdim. Doğrudur. Əla, təşəkkürlər müəllimə. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Müəllimlər, başqa sual-cavabda iştirak etmək istəyən var? Aha. Yoxdursa keçək. Mən düşünürəm ki, bu mövzu ilə bağlı sizdə müəyyən suallar var müəllimlər? Yenə mövzuza aid. Eyni müəllimə. Mövzuya aid yenə də izah videosu da göndərəcəm. Onu da dinlərsiniz. Bir də ki, indi də bir neçə test işlədəcəm sizə. Amma ondan əlavə Telegram kanalında testlər bölüşəcəm mövzumuzla bağlı. Onlar da işləyərik bərabər, yəni işləyərsiniz. Nəyisə başa düşməsənizsə WhatsApp qrupuna yönəldərsiniz. Orada birlikdə müzakirə edərik. İndi isə sizlər üçün testlər paylaşacağım. Sadəcə bir dəqiqə gözləyək. Siz də ona kimi əllərinizi qaldırın, kimlər iştirak etmək istəyirsə. Salam müəllimə. Salam, buyurun müəllimə. Sualım var idi. Buyurun müəllimə. Piaget deyir ki, bütün uşaqlar 4 mərhələdən keçməlidirlər. Eyni Bu mərhələdə. inklusiv uşaqlara da aiddirmi? Bu 4 mərhələdən keçmə. Bəli, Piaget'in fikrincə, yəni uşaqlar hər biri eyni mərhələlərdən keçir. O bioloji nəzəriyyədə o düşünürdü ki, bu irsiyyətlə bağlıdır və hər biri də eyni mərhələdən keçməlidir. Sadəcə orada keyfiyyət dəyişikliyini vurğulayır. Müəyyən qədər keyfiyyət dəyişikliyi özünü göstərməlidir. Amma Piaget nəzəriyyəsində çox da inklüzivliyə toxunulmayıb. Ən çox inklüziv, əlil uşaqlar, hansı ki, onlar da təlimdə uğurlarını qeyd eləmişdi Montessori. Montessori də yenə də Piaget'ə əsaslanırdı. Bu baxımdan yenə də əlaqələndirib deyə bilərik ki, bəli. Amma yenə deyirəm, Piaget'də yəni o haqqda bir fikir yoxdur. Amma onun fikrincə, bəli, bütün uşaqlar deyir ki, eyni mərhələdən keçməlidir. Bunu deyir. Yəni testdə belə bir şey düşsə, onu götürmək olar da. Bəli, bütün uşaqları götürməliyik. Çünki Piaget'in fikrincə elədir. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Aha, testdə iştirak etmək istəyən müəllimlər əlini qaldırsın, zəhmət olmasa. Siz əlinizi qaldırın müəllimlər. Bu dəqiqə paylaşacağım. Sadəcə bir dəqiqə gözləyin.
Aha. Aytəkin müəllimə, buyurun. Birinci sual müəllimə. Mhm. Sifət necə sualına cavab verir, zərf də necə sualına cavab verir. Deməli, necə sualına cavab verən bütün sözlər zərf deyil. Piagetə görə bu mühakiməni yürüdən şagird hansı zehni inkişafın mərhələsindədir? Burada ilk öncə nümunələr gəlir müəllimə, sonda isə qayda ümumiləşdirilir. Bu da aiddir konkret əməl mərhələsinə. Əla, ikincində deyin zəhmət olmasa. Hansı nəzəriyyə Piagetə aiddir? Yaxın inkişaf zonası bu Vygotskidir, zehni inkişafın mərhələləri, bu elə özü Piagetdir. Bəli. Üçüncündə deyin. Hansı mərhələdə şagirdlər hipotetik düşünə bilir və əxlaqi problematik məsələlərə cavablar axtara bilirlər? Bu da formal əməli mərhələdir. Əla. Dördü də deyin. Zehni inkişafın hansı mərhələsində uşaqların ətrafdakılara, əşyalara reaksiyası, reflekslərlə müəyyənləşir. Yəni uşaqlar düşünmədən hansı bir şeyə reaksiya verirlər. Reaksiyadırsa bu müəllimə hissi hərəki mərhələdir. Əla. 5. 5 müəllimə görüm, 5. Verilənlərdən biri Piaget'in təklif etdiyi mərhələlərə aid deyil. Hissi hərəki aiddir, ilkin əməl də aiddir, amma hissi əməli yoxdur. Bəli, baxın testdə də görə bilərsiniz, hissi hərəkiyə aid bir şey, test hissi əməli götürməyin. Belə bir mərhələ yoxdur. Əla, təşəkkür edirəm müəllimə. Sibel müəllimə davam edin. Altıncı görə bilirsiniz? Bəli, müəllimə görünür məndə. Aha, Sibel müəllimə. Hə, qoşuldu müəllimə yenidən. Sibel müəllimə eşidirsiniz bizim? Tamam, eşidirəm. İncə əlim dəydi yəni. Hə, bildim müəllimə. Altıncıdan davam edin. Hansı mərhələdə uşaqlar hisslər və reflekslərlə öyrənir, hiss hərəkət? Əla. 7-də deyin. Hansı mərhələdə uşaqlar induktiv düşüncə, konkret əməli? Əla. 8. Deduktivdə formal əməli. Əla. 9. Konseptual hipotetik düşünür, formal əməli. Düzdür. 10. Hansı mərhələdə uşaqlar mühakiməyə əsaslanan fikirlər formalaşır, mühakiməyə əsaslanır, formal əməl olarsa məndən. Çünki onlar daha dəqiq. Bəli, mühakimə varsa, bəli, orada olacaq formal əməli. Əla müəllimə, təşəkkür Formal əməli. Sona müəllimə. Sağ olun müəllimə. Bəli. Sona müəllimə, buyurun 11-dən davam edək. Hansı mərhələdə uşaqlar məhdud təcrübə əsasında ümumiləşdirmələr aparır? İlkin əməli mərhələ müəllimə. Aha, məhdud təcrübə varsa, bəli. 12. Hansı mərhələdə uşaqlar qavramaya əsasən ideyalarını formalaşdırır? Hissi hərəki, ilkin əməli, formal əməli, konkret əməli, hissi əməli. Hissi hərəki mərhələ müəllimə. Qavramaya əsasən ideyaları formalaşdırır. Qavrama 3 yaşa qədər olur uşaqlarda. O da 0 yaş. Necə müəllimə? 0-2 yaş. Aha. Amma ideyalar formalaşdırır deyir. İdeyaları var artıq uşaqların. İdeyalar varsa biraz böyük yaş qrupu var. İlkin əməli götürüyor ona görə. Çünki deyir ki, qavramaya əsasən ideya. Bir var ki, təfəkkürə, məsələn, ideyaları belə deyim də sistemli şəkildədir. Orada konkret olar. Amma artıq qavramaya, yəni görüb nəyi dərk edirlərsə ideya irəli sürürlər. Həm də ideyanın nitq vasitəsilə irəli gəlir də. O baxımdan da biz götürürük ilkin əməli. Çünki nitqin rolu ilkin əməldə öz əksini göstərir. 13-cü. Verilənlərdən biri Piaget'in zehni inkişaf nəzəriyyəsinin tələblərinə aid deyil. Uşaqlar öyrənərkən ətraf mühitlə qarşılıqlı əlaqədə olmaları o qədər də vacib deyil. Uşaq kitabdan əldə edə bilmədiyi məlumatı təcrübə zamanı qazanır. Şagirdlərin bir işi icra etməsi üçün onların marağının təmin edilməsi vacibdir. Uşaqlarda inkişaf eyni mərhələlərdə eyni cür keçir. Öyrənmə zehni inkişafdan əvvəl gedə bilmir.
Məncə A variantı məncə. Aha, mən istəyirəm ki, siz bu testi təhlil edərsiniz. Eyni zamanda bayaq müəllimlərdən biri mənə sual vermişdi. İnklüziv uşaq müəllimə testə düşsə götürəcəyik. Baxın elə o müəllimənin də dediyi sual bu testin içində var. Ona görə istəyirəm ki, geniş izah müəllimə də sualın cavabını tapsın. A niyə olmadı, B niyə olmadı? Onların hamısını istəyirəm deyəsiniz. Məncə A-da deyir ki, uşaqlar öyrənərkən ətraf mühitlə qarşılıqlı əlaqədə olmaları o qədər də vacib deyil. Axı mühit olmasa uşaq necə öyrənə bilər? Bəli, ətraf aləm olmasa necə kəşf edəcək uşaq? Deməli, ətraf aləmin rolu var Piagetdə. Var. Aha, A-nı götürürük. B-ni izahlayın. Uşaq kitabda əldə edə bilmədiyi məlumatı təcrübə zamanı qazanır. Bu da düzgün cavabdır müəllimə. Yəni bu tələbə aiddir. Çünki uşaq mən özüm belə kitabda oxuduğum bir şeyi həyatda təcrübəmdə ya praktikamda gördüyüm zaman o daha mükəmməl qavrayıram, daha mükəmməl yaddaşıma yazılır da. Bəli, üzrlü sayın sözü kəsirəm. Eyni zamanda bayaq yadınızda da demişdik. Bir var ağacın mən əkilmə qaydasını öyrədim, bir də var ağacı özüm əkməyə icazə verim, praktikaya üstünlük verim. Baxın elə bu odur. C. Əyanilik üslubu belə deyim. Şagirdlərin bir işi icra etməsi üçün onların marağının təmin edilməsi lazımdır. Əlbəttə ki, maraq olmasa heç bir işin öhdəsindən gəlmək, o işə təşəbbüs göstərmək qeyri-mümkündür də. Bu baxımdan. Uşaqlarda inkişaf eyni mərhələlərdə eyni cür keçir. Yəni bunda dərs başlayandan bizim danışdığımız mərhələlərdir. Yəni söhbət onlardan gedir. Öyrənmə zehni inkişafdan əvvəl gedə bilmir. Bu Piaget'in fikridir. Piaget deyir ki, yəni zehin inkişaf etməsə, o levelə çatmasa, o öyrənməyə meyilli də olmayacaq, öyrənmək istəməyəcək də, yəni onların inkişafdan gələcək. Bəli. Eyni zamanda bəli, burada A-nı götürdük. Bax, müəllimə bayaq demişdinizə ki, inklüziv uşağı da soruşsalar. Baxın, testi bu formada düşə bilər. Çünki Piaget, məsələn, inklüzivliklə bağlı bir fikir irəli sürməyib. Ona görə onu onunla əlaqələndirə bilməzlər. Hansı ki, uşaq deyil, görürsünüz, eyni mərhələdən eyni cür keçir. Artıq biz burada gördük ki, testdə hansı formada düşə bilər və biz onu doğru götürəcəyik. Biz onu yanlış götürə bilmərik. Müəllimə sual verə bilərəm? Buyurun müəllimə. Burada deyir ki, uşaqlarda inkişaf eyni mərhələlərdə eyni cür keçir. Məsəl üçün, əməliyyat öncəsi mərhələsinə biz deyirik də uşaqlarda tutalım məhdud təcrübələr olur və deyir ki, Piaget hamısında da deyir eyni olur. Bəli, bu bəlkə də yanlış bir fikirdir. Nə mənada? Məsələn, ola bilər ki, bugünkü təhsil sistemimiz Piaget'in bu fikri ilə razılaşmasın. Yəni ola bilər. Mən şəxsən özüm də bundan razılaşmıram ki, çünki elə uşaq var ki, 3 yaşında da, amma 3 yaşın xüsusiyyəti deyil axı. Bugünkü dövrümüz. Amma Piaget'in fikri odur. Piaget deyir ki, yox deyir. Bioloji də onda. Deyir ki, yox, hamı da belədir. Bəli, bəlkə də bu Piaget'in mənfi tərəfidir. Yəni uşaq birdən ona kimi sayırsa, hamı birdən ona deyir ki, bəli, hamı da deyir o bacarığa sahibdir. Ondan artıq ola bilməz. Piaget onu deyir. Bəli, bu da bəlkə də bəli, ümumi götürür. Ümumiyyətlə deyir ki, yəni bunun kənarı ola bilməz deyir. Başqa uşaq deyir, həmin dövrdə o mərhələni keçməyə bilməz deyir. Hamı deyir o mərhələni keçməlidir. Onu vurğulayır. Bəlkə də yenə deyirəm, bugün bizim nəzəriyyələri öyrənməkdə əsas məqsədimiz budur ki, biz onları öyrənib öz təcrübəmizdə və öz işimizdə onları yansıdıb işləyə bilməyimizdə. Amma bu demək deyil ki, mən tamamilə Piaget ilə quracam sinifimi, qrupumu. Bu mümkün deyil, qurmaq olmur. Sadəcə onun müsbət hissələrini götürür. Çünki bugünkü təhsil sistemində elədir ki, həqiqətən çox IQ-su yüksək olan uşaqlar da var ki, mərhələni tez sürətlə keçir. Eləsi də var ki, zəifdir. Keçə bilmir. Yəni bugün o mərhələlər olmur. Amma bizdə söhbət Piaget'dən gedir deyə biz onun fikirlərini götürməliyik testdə. Yəni onun fikri o idi ki, eyni mərhələdən hamısı eyni cür keçir. Ona görə də onu biz doğru qarşılayırıq. Aydın oldu müəllimə? Piaget səhvdir müəllimə. Ola bilər, təbii ki də görün neçə illər əvvəlcə deyib bu fikri. Əvvəlki dövrlərdə həqiqətən də o idi, demək olar hamımız eyni yerdən gəlib keçirdik. Amma indiki təhsil, indiki dövr tələb yoxdur. Yəni bəlkə də əvvəlki dövrə əsasən deyib bunu. Görün neçə ilin nəzəriyyəsidir? İndividual olaraq dəyişir də uşağa görə. Məsələn, mən üzr istəyirəm böylədən. Övladımın 8 yaşı var, 8-in içində də. Görsən ki, hələ gedir, gəlir, deyir ki, mənim mamam dünyanın ən yaxşı mamasıdır, mənim atam dünyanın ən yaxşı atasıdır. Görsən ki, hələ də bu uşaq o mən dövründə qalıb da, yəni 3-6 yaşın necə deyim, fikirlərindədir.
Egosentriklik hələ də yaşayır və yaxud da ki, görsə gün çıxır deyir ki, gün çıxdı, indi yenə nəsə də belə hadisəni əlaqələndir ki, gün çıxanda gəzməyə getmişiksə, deyir ki, yenə də olacaq. Yəni o Amma uşağın əslində özünə bir görə cəhətdən də o yaxşı deyil. Yəni əgər orada o qalıbsa, orada müəllimə çalışın onu aradan qaldırın. Çünki orada çox davam eləməsin, çox getməsin də orada. Onun da bir mənfi tərəfi olar sonra o baxımdan. Biraz qapalı uşaqdır, uşaqlarla oynamaq falan belə çəkingən uşaqdır. Məktəbə gedib yoldaş müəlliməsi ilə danışmağı belə bizi sevindirir də. Yəni bağçaya falan da getmədi. O baxımdan yaxşı olar inşallah müəllimə. Sosiallaşacaq onsuz da zamanla. Amma belə təfəkkürü falan çox yaşından irəlidə getmiş uşağı görürsünüz ki, necə dərslərində və yaxud da bir adi evdə bir söz danışanda ondan necə nəticə çıxardır, necə hətta özündən böyüklərə belə bacısına, qardaşına yol istiqamət göstərməyi bilir. Sadəcə belə o ərköyünlük var da yəqin. Bəli, biraz ərköyünlük ola bilər. Uşaqdır. 14-cü test. Fikirlərdən biri formal əməli mərhələyə aid deyil. Tənqidi təfəkkürün formalaşdırılması daha yüksək olan bir dövrdür. Bəli, burada yəni tənqidi təfəkkür ən yüksək olan dövrdür. Daha çox induktiv təfəkkürün formalaşdığı bir dövrdür. Yox, induktiv deyildi. Orada deduktiv idi də formal əməldə. Bəli, deməli elə bu B variantıdır. Allah. Oxuyunca yeni də izah edin. Deduksiya bu dövrdə daha çox inkişaf edir. Bəli, deduktiv düşüncə yəni olur da. Uşaqlar bu yaş mərhələsində problemi sistemli şəkildə göstərməyə başlayırlar. Bəli, sistematik deyil dövrdədir. Bu dövrdə abstrakt təfəkkür inkişaf edir. Bəli, abstrakt təfəkkürün əsası qoyulur konkret əməldə inkişafı yəni formal əməldə gedir. 15 də izah edin müəllimə. Fikirlərdən biri konkret əməli mərhələyə aid deyil. Məntiqi təfəkkürün daha çox inkişaf etmiş dövrüdür. Bu mərhələdə uşaq abstrakt düşünməyə başlayır. Hesablamaları daha çox yazaraq aparır. Bu mərhələ də digər mərhələlər kimi bir neçə səviyyədən ibarətdir. İnduktiv düşüncə çox inkişaf etmiş olur. Burada da müəllimə induktiv düşüncə inkişaf edir, doğrudur. Bir necə səviyyə deyil müəllimə, biraz burada diqqətli ol. Hesablamalar daha çox yazaraq aparır. O artıq kiçik məktəbli dövrüdür, yazı yazmağı bacarır. Bu mərhələdə uşaq abstrakt düşüncə əsası qoyur, düzdür. Məntiqi təfəkkür daha çox inkişaf etmiş olur. A variantı müəllimə, məntiqi təfəkkür daha çox formal əməldə olur da. Bəli, daha çox. Əsası qoyulur məntiqi təfəkkürün. Amma inkişafı gedir formal əməldə. Yox, məntiqi təfəkkürün əsası hansındadır? Konkret əməldə mi? Yox, ilkində. İlkinin sonlarından artıq məntiqi 5-7 yaş əhatə edir də o da. Oradan başlayır məntiqi təfəkkür formalaşmağa. Amma inkişaf etməyə başlayır konkretdə, bəli, daha çox inkişaf etmiş olması, yəni artıq təhlillər apara bilməsi, sistemli düşünməsi, bəli, o formalda öz əksini göstərir. Başqa müəllim var testdə iştirak etmək istəyən? Yoxdursa, istəyirsiniz testi belə paylaşım, chat bölməsinə yazın ki, hansı variantda. Məsələn, 16-cı testi yazın müəllimlər, bir neçəsində belə işləyək, sonra yekunlaşdıraq dərsimizi. Chat hissəsindən yaza bilərsiniz müəllimlər, görəcəm. Sual işarəsinin yerinə nə yazılmalıdır? Dil qavramaya əsaslanaraq ideyalar formalaşır, çoxlu ümumiləşdirmələr aparılır. Görürəm. Testin izahını verim. Deməli, burada qavramaya əsaslanaraq, qavrama sözünü görən kimi, hansı ki bizim 2 mərhələ yadımıza gəlir, bayaq bu test düşmüşdü bizə. Biz qavrama sözünü görən kimi sensmotor mərhələ demişdik, amma orada ideyalar formalaşması sözünə görə biz götürdük ilkin. Eyni zamanda fikir verin, çoxlu ümumiləşdirmələr aparır. Yəni, hələ ayıra bilmirlər də, ümumiləşdirmələri çox aparırlar. Ona görə də biz götürürük burada ilkin əməli.
17-cini deyin müəllimlər. Asandır 17. Əla. Aha, 17-ci testdə deyir ki, bu mərhələdə təxminən 7-11 yaş arası uşaqlar əhatə edir və bu mərhələyə daxil olan uşaqların düşüncə tərzi bir çox dəyişikliyin baş verdiyini aşkar şəkildə görünür. Baxın, elə burada 7-11 yaşı görən kimi bizə açar sözdü, birbaşa götürürük, konkret əməli. 18-də deyin müəllimlər. Aha, çox asandır 18-də. Aha, deyir ki, bu mərhələdə abstrakt konseptlər haqqında düşünmə bacarığı inkişaf etdirir. Burada məsələn abstraktın dedik əsası qoyuldu konkretdə. Ona görə biraz bizi çaşdıra bilər. Amma burada deduktiv, məntiq, sistemli planlaşdırma görən kimi tez götürürük formal əməli. 19-cu test müəllimlər. 19-da deməli sual işarəsinin yerinə nə yazılmalıdır? Yəni Piaget ilə Vygotskinin ortaq cəhəti. Məncə bilirsiniz bunu. Çox asan testdir. Əla müəllimlər. Deməli Piaget ilə Vygotskinin ortaq cəhətinin dərs prosesində də sizdən soruşduğumda hansı ki birbaşa demişdiniz ki oyun. Elə burada da variantı elə yerləşdiriblər ki, yenə də orada oyun sözü var. A-da deyir ki, sosial mədəni kontekstin az əhəmiyyət. Bu ümumiyyətlə Piaget-də az əhəmiyyət verir, amma Vygotskidə belə bir şey yox idi. Uşaqlarda öyrənmə oyun əsaslı və situasiyalı əsaslı şəraitdə baş verir. Baxın, oyun əsaslı sözünü görən kimi biz bilirik ki, onların ikisində ortaq cəhəti oyunun olmasıdır. Əla müəllimlər, bugünkü mövzu izahımız bu qədər. Mövzumuzla bağlı, suallarla bağlı hər hansı bir sualınız var?